Hər kəsə salam, mən Fidan İskəndərova. Bugün, yəni 19 iyun tarixində sertifikasiyaya hazırlaşan müəllimlər üçün nəzərdə tutulmuş Azərbaycan dili üzrə sualların sadəcə qrammatik hissəsinin izahını təqdim edəcəm və yaxın saatlarda mətnlər üzərindən də izah sizlərə təqdim olunacaq. Başlayaq. Sadə feil hansıdır? Cavabımız olacaq burada B variantı. Çünki barışmaq sözünün bar sözü ilə əlaqəsi yoxdur. Görüşməkdə kimisə görürsən, deməli orada düzəltmədir. Salamlaşanda kiməsə salam verirsən, onu salamlayırsan və siz salamlaşırsınız, düzəltmədir. Vuruşanda kimisə vurursan, bu da düzəltmədir. Baxışdığın zaman kiməsə baxırsan, bu da düzəltmədir. Cavabımız sadə feil olaraq B variantıdır. Antonim sifətləri göstərək. Əlbəttə ki, sülhlə müharibə isimdir, gözəllik, yaxşılıq isimdir, yuxarı aşağı zərfdir. Qalın və bərk sifət olsalar da antonim deyirlər. Cavabımız olacaq əyri və düz sözləri. Hansı sözdəki hecada bir sait var? Gəl bütün sözləri hecalara ayıraq. Ardıcıllıq, ülkər, məna, yardım. Heç birində bir sait qalmadı hecada. Amma səidə sözündə həqiqətən də bir hecada bir sait olan versiya qaldı. Cavabımız A variantı. Orfoqrafik cəhətdən düzgün olanı seçək. Variantımız olacaq burada B variantı. Çünki kömbə M ilə yazılır. Dust, tak, müdir, lisey, tısız, zanbaqda N ilə yazılmalıdır. Cavabımız B variantıdır. Sual 5 ilə davam edək. Köməkçi nitq hissələrinin ardıcıllığını seçək. Yəqin modal sözdür, qarşı qoşmadır və bağlayıcı lap ədat. Cavabımız olacaq modal söz, qoşma, bağlayıcı, bir də ədat. Gördüyünüz kimi suallar çətin düşməyib. Əsasən də sabahda bu tip düşmə ehtimalı çoxdur. Yəni orta və asan tipli suallardır. Hansı feil saydan düzəlib? Cavabımız olacaq C variantı. Çünki saydan düzəlməsi üçün bəli, ən son leksiki tapıb silirik. Çox söz də burada saydır. Azalmaq, çoxalmaq ümumiyyətlə saydan düzələn sözlərdir. İşimə yaramaq, yaranmaq bu feildən düzəlib. Görməkdən görüşmək feildən düzəlib. Bilməkdən bildirmək feildən düzəlib. Enməkdən endirmək bu da feildən düzəlib. Biz isə saydan düzələn versiyanı axtarmalı idik. 7-ci sual da maraqlı sual tiplərindən biridir. Bu sözü tələffüz edək. İnsanlar olacaq. Və deyir ki, 6-cı hərfimiz 1, 2, 3, 4, 5, 6. Hansı səsi verir? Gəl sayaq. 1, 2, 3, 4, 5, 6. N səsini verir. 7-ci sualın cavabı B variantıdır. 8 ilə davam edək. Sintaktik təhlildən bəli 2 sual düşmüşdü. Mənim 2-ci sinif şagirdlərim Azərbaycan bayrağını yuxarıya qaldırdılar. Nə etdilər? Qaldırdılar. Kimlər qaldırıb? Mənim 2-ci sinif şagirdlərim. 3-cü növ təyinli söz birləşməsi olduğuna görə biz bunu birgə təhlil etdik. Haraya qaldırdılar? Yuxarı. Nəyi? Azərbaycan bayrağını. Deməli, Azərbaycan bayrağı da 2-ci növ təyinli söz birləşməsi olduğuna görə parçalanmadan birgə təhlil olundu. Mübtəda, tamamlıq, zərflik və xəbər. Cavabımız C variantı. 9 ilə davam edək. Hakim qırmızı kağız aldı cümləsinin düzgün təhlili. Nə etdi? Aldı. Kim hakim? Nəyi aldı? Kağızı. Orada təsirli olsa da qeyri-müəyyən təsirli idi. Necə? Hansı kağızı? Qırmızı. Mübtəda, təyin, tamamlıq, xəbər. Cavabımız 9 olacaq. C variantı. Sual 10-dan davam edək. Evə tez get dedi, orada sənə ehtiyac var. Bu cümlədə durğu işarələri bizdən tələb olunur. Fikir versən, dedi, sağında və solunda başqasının fikirlərini bizə çatdırır. O səbəbdən belə olanda mütləq şəkildə hər iki tərəfdən avtomatik vergül tire qoymalısan. Daha sonra ən sonda nöqtəyə ehtiyac var. Bir də burada dialoq yoxdur deyə. Biz dialoq olmayan cümlələrdə başqasının fikirlərini mütləq şəkildə dırnağa salmalıyıq. Deməli, dırnaq, 2 vergül, 2 tire, dırnaq bağlandı və sonda da nöqtə qoyuldu. 11-ci sual. Bəli, bu sual 2 il əvvəl Artinin paylaşdığı model suallarının tərkibində var idi.
Təkrarən gəlib düşüb bizim imtahana. Şir boylanıb quyunun içinə baxdı. Dodaqlanmayan saitləri saymaq lazımdır. Dodaqlanmayan saitlər baxın bu hissədə qeyd olundu. Gəl sayaq. Şir, bax belə sayaq ki, qarışıq olmasın. 1. Boylanıb sözündə dodaqlanmayan 2 dənə var, yazdıq. Quyunun sözündə hamısı dodaqlanır. İçinə sözündə dodaqlanmayan 3 dənə sait var, əla. Baxdı sözündə dodaqlanmayan 1 sait var, o da ı. 3, 6, 7. Görək, bir daha sayacağım ki, yəqin ki, səhvlik var burada. Bir daha sayaq, çünki asan sual olsa belə, saymaqdırsa biraz bizi yora bilər. Bax, dodaqlanmayan saitlər. Bunu seçdik. 2, 3, 4, 5, 6, aha, 7 və 8. Mən bayaq A-nı saymamışdım. A da burada qeyd olunub. Cavabımız oldu D variantı. Ümumi oldu 8 dodaqlanmayan. 12. Aşağıdakı variantların hansında hər iki söz birləşməsini təşkil edən sözlər düzəltmədir? Sadədir, sadədirlər, sadədir, sadədirlər. Cavab Y variantı. Əlaçı bir də məktəbli hər iki söz düzəltmə sayılar. 13-cü sual maraqlı sual tipi idi və düşünürəm ki, bu sualı görüb qorxsa belə, hər bir müəllimin, baxın müdavimə düşməyib ki, hər bir müəllimin birinci sinifdən etibarən dərsliklərdə, vasitələrdə qarşılaşdığı sual tiplərindən biridir. Şeirlə bağlı yanlış fikri seçək. Gəl oxuyaq. Bahar odur, dağı daşı qızardıb, qıpqırmızı qızıl güllər açıldı. Çəmən yaşıllaşıb hər bir tərəfdə, bənövşələr, qərənfillər açıldı. Yaşıllaşdı çəmənliklər, çayırlar, dağdan daşdan aşıb sellər açıldı. Dərya kimi ağacların yarpağı ləpələndi, güzlü yellər açıldı. Sarmaşıqlar sarı gülə sarmaşıb, boğaz çəkib, çox sümbüllər açıldı. Gözəl gözlər, quşlar hərə bir cürə, cəhcəh vurdu, şirin dillər açıldı. Nə istəyir? Yanlış fikri bizdən istəyir. Baxaq. Şeir 3 bənddən, hər bənd 4 misradan, hər misra 11 hecadan ibarətdir. Bəli, doğrudur. Ümumiyyətlə, bu standart olaraq əsasən bu cür olur da. Hər bənddə 4 misra olur və hər misradan əsasən 11 heca olmuş olur. Bu doğrudur. Fərqləndirilmiş misralar eyni mənanı ifadə edir. Gəl baxaq. Bu məna ilə bu məna. Bəli, birində yazıb ki, çəmən yaşıllaşıb, birində yazıb ki, yaşıllaşıb çəmən. Deməli, eyni məzmunu qalıb. Bütün bəndlərdə 2 və 4-cü misralar qafiyələnir. Baxaq, ya Allah, 2, bir də 4. Açıldı, 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 açıldı. Bəli, bütün misralarda qafiyələr uyğun sayılır. Şeir yaz fəslinin gəlişindən xəbər verir. Bəli, bax, quşlar cəhcəh vurur, daha sonra güllərə sarmaşıqlar sarılır, çəmənliklər yaşıllaşır. Qızıl güllər qıpqırmızı olur. Hamısı yazın gəlişindən xəbər verir. Cavabımız A variantı. Bütün misralarda bənzətmə var. Yəni, burada misralardakı sözləri nəyə bənzədirlər? Heç bir şeyə bənzətmirlər. Cavabımız oldu A variantı. 14 ilə davam edək. Şeir parçasındakı düzəltmə isimləri göstər. Məsələn, ölüm düzəltmədir, sevməkdən də sevgi düzəltmə sayılır. Cavabımız B variantıdır. Gələk 15-ə. Hansı cümlədə o əvəzliyini həm mübtəda, həm də təyin kimi düşünmək olar? Bax, burada məsələn təyin funksiyasındadır, mübtəda ola bilməz. Çünki mübtəda kimi oxuyanda, kim sualına cavab verdirəndə, yaxud da nə sualına cavab verdirəndə cümlə düz olmur. Məntiqi pozulur. Tətildə, istirahətdə belə kim o işləri edərdi? Mübtəda funksiyasındadır. Bir də var deyirəm ki, tətildə, istirahətdə belə hansı işlər edərdi? O işləri edərdi. Burada da təyin funksiyasında oldu. Cavab B variantı. O gələndə biz getdik. Burada ümumiyyətlə tərkibdədir. Nə vaxt biz getdik? Yəni, heç burada nə təyindir, nə də mübtəda. Tərkibdədir. Zərflidir. İşlərin bitəndə hansı kağızları getirir? Burada təyin funksiyasıdır. O gəldi, kim gəldi? Burada da mübtəda funksiyasındadır. Belə əziz müdavimlər, yəni bacardığımız qədər suallar eynisi ilə təşkil edilməsə belə, çünki normaldır, burada bir kitabça yoxdur ki, müdavimə verilsin və biz onun eynisinin izahını verək. Hər kəsdən eşidilən səslərin ən düzgün formasını yığmağa çalışmışıq burada.
Bacardığımız qədər, yəni nümunələr uyğundur, şərtlər də o nümunəyə əsaslanırlar. Birdən kimsə yazsa ki, eynən bu sual düşməyib, bəli, eynən bu sual əlbəttə ki, düşməyib. Bundan da əlavə mətnlər də var. 10 sual da mətn idi. Bəziləri düşünür ki, mətnlər çoxdur, belə olmamalıydı. Tam da elə olmalıydı. Çərçivədə 10 mətn var idi sertifikasiya üzrə, 15 qrammatik sual. O səbəbdən də 15-i izah olundu. Yerdə qalan 10-u isə bir neçə saata paylaşılmış olacaq YouTube kanalımızda. Sağ olun, inşallah ki, növbəti izahlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.